Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram, əziz izləyicilər, əziz iman əhli. İlahi xitablar verilişindən sizləri xoş gördük. Bugünkü mövzumuz Bəqərə surəsinin 208-ci ayəsi barəsində olacaq. İlk növbədə ayənin tilavəti. ادخلوا في السلم كافة ولا تتبعوا خطوات الشيطان إنه لكم عدو مبين. Bəqərə surəsinin 208-ci ayəsində önəmli məsələlər buyurulur iman əhlinə görə. Mən ilk növbədə müfəssirlərin bir fikrinə işarə edim. Ayədə işlənən "Yə əyyuhəl-ləzīnə əmənu" barəsində, yəni bu xitab kimə ünvanlanıb barəsində müfəssirlər arasında adətən iki nəzər var. Birinci nəzər budur ki, ayənin müxatəbi kitab əhlidir, yəhudilər və xristiyanlar. Və ayədə işlənən silim sözü İslamdır. Yə əyyuhəl-ləzīnə əmənu udxulu fis-silm kaffətən. Yəni, ey əhli kitab, hamınız birlikdə İslama daxil olun. Yəni, buna əsasən, Yə əyyuhəl-ləzīnə əmənu müsəlmanlara nazil olmayıb, əhli kitaba nazil olub. Bunu bir dəstə müfəssirlər qeyd edib. İkinci nəzər budur ki, xeyr, Yə əyyuhəl-ləzīnə əmənu da məqsəd İslam ümmətidir, müsəlmanlardır. Silimdə məqsəd həmən İslam din mənasında olan İslam deyil. Yəni, belə deyil ki, ey müsəlmanlar, müsəlmançılığa daxil olun. Təbii olaraq bu paradoks, ziddiyyət yaranır. Ona görə biz silm mənasını inşallah gələcəkdə qısa olaraq tərif edəcəyik. Demək, birinci ehtimal müfəssirlər tərəfindən qabağa sürülsə də, ayənin gedişatı bunu göstərir ki, xeyr, burada iman əhlindən söz açılmır. Və eyni zamanda biz Qur'an-ı Kərimdə heç bir formada görmürük ki, kitab əhlinə Allah Teala "Yə əyyuhəl-ləzīnə əmənu" deyərək müraciət etsin. Bəlkə "Ya əhləl kitab" və sair təbirlərlə onlara xitab etmişdir. Buna əsasən ayənin müxatəbi müsəlmanlardır. Bəs yaxşı, ayədə işlənən silim nə deməkdir? İlk növbədə mən Əllamə Təbətəbainin fikrinə işarə edim. Əllamə Təbətəbainin nəzərinə əsasən Bəqərə surəsinin 208-ci ayəsindən 214-cü ayəsinə qədər məzmun, mövzu eynidir və bir məsələni müsəlmanlara çatdırmaq istəyir. O məsələnin xülasəsi bundan ibarətdir ki, ey müsəlmanlar, dini birliyi qoruyub saxlayın və bir müsəlman olaraq İslamın bütün göstərişlərinə birlikdə iman gətirin. Əllamənin Əl-Mizan təfsirində görüşünün xülasəsi budur. Buna əsasən silim sözü İslam sözü deyil, təslim olmaq, boyun əymək mənasındadır. Ayədə işlənən kaffətən sözü, yəni hamınız mənasını verir, təkid olaraq işlədir. Yəni, hər bir müsəlman, necə ki, ayrı-ayrılıqda müsəlmançılığa təslim olmalıdır, bütün müsəlmanlar da bu prinsiplərə təslim olmalıdır. Bu dediyim müqəddiməyə əsasən ayənin iman əhlinə xitabı bundan ibarət olur ki, ey müsəlmanlar, İslamı bütöv şəkildə qəbul edin. Fərd-fərd və cəmiyyət olaraq. وَلَا تَتَّبِعُ خُطُوَاتِ الشَّيْطَانِ Şeytanın qədəmlərinə tabi olmayın. İnnəhu ləkum əduvun mubin. Həqiqətən də şeytan sizin açıq-aşkar düşməninizdir. Keçmişdən bu günə qədər hər zaman müsəlmanları vəhdətə, birliyə dəvət edən şəxslər, alimlər olub, olacaq. Buna bizim şübhəmiz, şəkkimiz yoxdur. Amma sual bundan ibarətdir ki, nəyə görə müsəlmanlar arasında vəhdət və birlik yoxdur? Ümumi müsəlmanlar arasında və fərd müsəlmanlar arasında, yəni müsəlman ölkələr arasında vəziyyət aydındır.
fərd olaraq da müsəlmanlar arasında vəziyyət aydındır. Nə fərd olaraq birləşə bilirlər, nə bir cəmiyyət olaraq birləşə bilirlər. Bunun müxtəlif səbəbləri ola bilər. Hətta, məsəl üçün, sosioloji baxımdan, mədəni baxımdan, amma Qur'an-ı Kərimin baxımından müsəlmanların fərd-fərd və bir cəmiyyət olaraq birləşməməsinin, birləşə bilməməsinin başlıca səbəbi müsəlmanların İslamı ümumi formada qəbul etməməsidir. Yəni, İslamı müxtəlif məsələlərin seçimi ilə qəbul edirlər. Bəli, bu əməl mənim xoşuma gəlir, bunu edim. Namaz qılır, oruç tutmur. Oruç tutur, namaz qılmır. Allah şünaslıq barəsində yaxşı biriylidir, məad barəsində heç bir şey məlumatı yoxdur. Məad məsələsindən xoşu gəlir, Peyğəmbər şünaslığından qəbul etmir. Əhkama əməl etməyə xoş deyir, əxlaqa əməl etmir və s. Bu ayənin əsas göstərişi budur ki, ey müsəlmanlar, İslamçılığı, müsəlmançılığı, İslamın göstərişlərini seçim olaraq, seçərək qəbul etməyin, bütöv mənada qəbul edin. Buna görə də Əhl-i Beyt rəvayətində silimdə məqsəd Həzrəti Əli əleyhissalamın vilayəti olaraq bildirilir. Yəni, ey müsəlmanlar, Həzrəti Əlinin vilayətinə daxil olun. Yəni, Həzrəti Əlinin vilayətinə daxil olan şəxs Maidə surəsinə əsasən kamil dinə əməl edin olmuşdur. Allah Teala Həzrəti Əlinin vilayəti ilə dini kamil etdi. Kamil etdi yəni nə? Yəni, bütün olaraq İslam dininin əlifbasını təqdim etdi və dedi ki, din budur. Dində əxlaq var, dində əhkam var, əqaid var, siyasət var və s. Bunun hamısını bir yerdə əməl edin. Belə etməyin ki, biriniz müəyyən bir məsələni götürəsiz, müəyyən bir fikri qabağa sürəsiz, başqasınız başqa və aranızda bir ixtilaf yaransın. Buna görə bu ayəyə əsasən iman gətirənlərə əsas göstəriş bundan ibarətdir ki, ey iman gətirənlər, ey müsəlmanlar, İslam təlimlərini ümumi formada iman gətirin, təslim olun. Bəli, əməl məqamında ola bilər biz bütün əməlləri, yəni 100% yerinə yetirməyək. Bu olsun, amma iman baxımından, təslim olmaq baxımından bunların hamısına biz təslim olmalıyıq, iman gətirməliyik. Yəni, İslamın elmi cəhətdən bölməməliyik, əməli cəhətdən bölməməliyik, etiqadi cəhətdən bölməməliyik, əxlaqı götürüb əhkamı boşlamamalıyıq və s. Allah Teala buyurur ki, əgər bu işi etməsəz, şeytanın izi ilə gedəsiniz. Şeytan nə istəyir? Şeytan parçalanmağı istəyir. Əgər şeytan görsə ki, yəni buna çalışır ki, bizi İslamdan ayırsın, İslamdan uzaqlaşdırsın, Allaha təslim olmaqdan ayırsın. Əgər bunda bacarmasa, müvəffəq olmasa, başlayır bir əməli qabardır, deyir, sən bunda qabağa ged, sən yalnız bunu əməl et. Başqa bir əməli sənin gözündən salır. Yəni, sən namaz qıla-qıla oruc barəsində mənfi düşünürsən. Bunlar təbii olaraq misallardır. Sən Allahın Peyğəmbərini sevirsən, Allahın Peyğəmbərinin təqdim etdiyi Həzrət Əliyə qarşı məhəbbətin yoxdur. Bax, şeytan bunu istəyir. Şeytan istəyir ki, sən ya bütün əməllərdən əl götürəsən, ilk işi budur. Əgər götürə bilməsən, gördü ki, sənə gücü çatmır, bir əməli sənin gözündə şişirdəcək, başqa bir əməl barəsində səndə küframiz bir etiqad oyadacaq. Bu, ümumi olaraq iman gətirənlərə Allah Teala'nın xitabı idi. Ümidvaram, hər birimiz İslamı ümumi formada, geniş formada oxuyub, başa düşən və qəbul edənlərdən qərar versin inşallah. Əssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu.